Xeyr, əziz kanal izləyiciləri, mən Aytac Həsənova. Bugün sizlərə 2-ci sinif Azərbaycan dili dərsindən növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı diqqətinizə çatdırım ki, onlayn hazırlıqlara yazılmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. İbtidai siniflər üçündür. Gəlin indi keçək mövzumuzun izahına. Şəkillərdə hansı peşə sahiblərini görürsünüz? Hər bir peşə haqqında danışın. Hansı peşəni daha vacib hesab edirsiniz? Baxın. Birinci şəkildəki kosmonavtdır. Kosmonavt kosmosa uçur raketlə. Kosmonavtın geyimini görürsünüz. Necə geyinir? Başında papağı olur, əynində dəridən geyim olur. Çünki kosmosa uçanda orada hava almaq mümkün deyil. Onlar başına o yumru papağı taxırlar. Görürsünüz, qabağı şüşə kimidir belə. Göstərim mən sizə. Bu hissə şüşə kimidir. Oradan onların əlavə hava almaq üçün özlərinin aparatları var. O aparatı qoşurlar, onunla rahat raketin içində nəfəs ala bilirlər. İkinci şəkilə baxırıq. İkinci şəkil müəllimdir. Bizə yazmağı, oxumağı, hesablamağı öyrədir. Bizə təhsil verir, bilik verir. Üçüncü şəkildəki həkimdir. Həkim xəstələri müalicə eləyir. Xəstələri sağaldır. Dördüncü şəkildəki hərbiçidir. Əskər də deyə bilərik. Hərbiçilərimiz bizim vətənimizi qoruyur, ölkəmizi qoruyurlar, bizi qoruyurlar düşmənlərdən, torpaqlarımızı qoruyurlar. Beşinci şəkil yanğın söndürəndir. Hər hansı bir yanğın təhlükəsi olarsa, yanğın söndürənlər tez gəlib öz maşınları ilə o yanğını söndürürlər. Beşinci mühəndisdir. Mühəndislər binaların, evlərin tikintisi ilə məşğul olur. Binaları necə tikmək lazımdırsa onları deyirlər. Altıncı yol polisidir. Yol polisi yol hərəkət qaydaları, maşınların düzgün hərəkət eləməsinə nəzarət edən polisdir. Sonuncu şəkildə isə aşpazdır. Aşpaz da yemək bişirən, xörək bişirən deməkdir. Deyir, niyə belə düşünürsünüz? Hansı peşə daha vacibdir? Baxın, burada hər bir uşağın bir fikri ola bilər. Məsələn, kimisi deyə bilər ki, mən yanğın söndürən mənim üçün daha vacibdir ki, evlər yananda, binalar yananda, harası yananda mən gedib tez onu məsələn söndürəcəm. Mənim üçün yanğın söndürən daha vacibdir. Kimisi deyə bilər ki, məsələn, həkim peşəsi daha vacibdir. Ona görə ki, həkimlər xəstə insanları sağaldır, onlara kömək eləyir, onları müalicə eləyir və xəstə insan olsun istəmirəm mən. Kimisi deyə bilər, mənim üçün müəllim peşəsi vacibdir. Çünki həkimi də, hərbiçini də, aşpazı da və yanğın söndürən də digər peşələrin hər birini cəmiyyəti yetişdirən, böyüdən, onlara bilik, təhsil verən məhz müəllimdir. Ona görə müəllim olmaq istəyir ki, uşaqları böyüyəndə şagirdləri həkim olsun, polis olsun, mühəndis olsun, yanğın söndürən olsun. Yəni uşaqlara bilik, təhsil vermək üçün. Keçirik B tapşırığına. İnsanların müxtəlif peşələrə yiyələnməsində hansı peşə sahibinin rolu daha çoxdur? Baxın, burada da yenə hansısa peşənin daha vacib olmağından danışır. Amma belə deyim sizə, burada konkret biz deyə bilmərik ki, bu peşənin rolu daha çoxdur. Çünki hər bir uşağın özünün fikri olacaq, hər kəsin özünün şəxsi fikri var. Kimisinə görə həkim peşəsidir, kimisinə görə polisdir, kimisinə görə müəllimdir. Yəni, hər bir insan, tutalım ki, ailəsində müəllim olan uşaq fikirləşə bilər ki, mənim anam, atam müəllimdir, onların çoxlu şagirdləri var, çoxlu şagirdləri öyrədirlər, onlara yazmağı, oxumağı və s. və ilaxır və beləliklə də şagirdlər neyniyəcək? Deyəcək ki, məsələn, müəlliməm, mənim üçün həkim peşəsi vacibdir. Ona görə ki, həkimlər xəstələri sağaldır, onları müalicə edir. Məsələn, deyəcək ki, mən polis olmaq istəyirəm. Niyə?
Mən istəyirəm ki, qayda qanun pozan, hər şey qayda qanunla olsun. Qayda qanunu pozan, oğurluq eləyən, cinayət törədən bütün şəxsləri mən tutacam, imkan verməyəcəm ki, bizim ölkəmizdə belə bir hallar baş versin. Və yaxud kimsə deyə bilər ki, mənim üçün hərbiçi peşəsinin rolu daha çoxdur. Çünki hərbiçilər ölkəmizi, bizi, uşaqları, bütün torpaqlarımızı qoruyurlar. İmkan vermirlər ki, düşmən ayağı bizim torpaqlarımıza dəysin. Belə, hər bir uşaq yenə müxtəlif peşəni seçərək izah eləyib əsaslandıracaqlar. Keçirik tapşırıq C-yə. Mətni oxuyun, suallara cavab verin. Padşah və müəllim. Gözəl bir yaz səhəri idi. Padşah adamları ilə vətənə qayıdırdı. Camaat hörmətlə padşahı qarşılayırdı. Adamlar əllərindəki çiçək dəstələrini padşaha vermək istəyirdilər. Padşahın yanında müəllimi də var idi. Padşah heç bir zaman müəlliminin qarşısına keçməzdi. Asta-asta arxasınca gedərdi. Hamı padşahdan irəlidə gedən müəllimi padşah hesab edib çiçəkləri ona verməyə çalışırdı. Müəllim atını bir qədər geriyə çəkdi. Gözücü padşahı göstərib dedi: "Padşah odur. Çiçəkləri ona verin." Bunu görən padşah müəllimini işarə edib dedi: "Doğrudur, padşah mənəm, amma o padşahın müəllimidir. Çiçəkləri ona verin." Fazil Tülbəntçi. Burada kənarda suallar var. 1. İnsanlar nə üçün gülləri müəllimə verirdilər? Ona görə ki, çünki müəllim qabaqda gəlirdi. Onlar da elə bilirdi ki, padişahdır o gələn. Çünki adətən padişah qabaqda getməlidir. Birinci padişah gedir, arxasıca onun adamları. Amma burada padişah hörmət əlaməti olaraq müəlliminə dedi ki, sən qabaqla get, mən də sənin arxanca gələcəm. Və kəndin insanları da, cəmaət də elə bildi ki, qabaqdan gələn birinci müəllim yox, elə padişahın özü. Ona görə gülləri ona verirdi. Sual 2. Padişah nə üçün çiçəkləri özü qəbul etmədi? Çünki padişah müəllimini çox sevirdi. Padişahı yetişdirən, ona təhsil verən, onu bilikləndirən, padişah olmasına səbəb olan kim idi? Onun müəllimi idi. Ona görə də o müəlliminin əziyyətini itirmədi və dedi ki, çiçəkləri mənə yox, müəllimimə verin. C. Mətndəki əsas fikri müəyyənləşdirib, mətn üçün başqa ad düşünün. Baxın, mətnin adı padişah və müəllimdir. Düzdür? İndi biz mətndəki əsas fikri müəyyənləşdirib, mətnə başqa ad verməliyik. Mətndəki əsas fikir nə ola bilər? Ən çox burada nədən danışılır? Müəllimə hörmətdən, müəllimə sevgi verməkdən, müəllimi sevməkdən söhbət gedir. Ona görə də biz burada əsas fikir olaraq deyirik ki, müəllimi sevmək, daha doğrusu müəllimə hörmət etmək hər kəsin borcudur. Baxın, uşaqlar, müəllim sizə oxumağı, yazmağı, ilk dəfə qələm tutmağı öyrədən insandır. Çalışın hər zaman müəllimlərinizə hörmət edin. Böyüsəniz də. 7-də 90-ınız, 10-cu sinifdə 90-ınız, 11-ci sinifdə 90-ınız, çalışın hər zaman müəllimlərinizə hörmət edin. Çünki onlar sizə unutmayın ki, ilk dəfə siz yazmağı bilməyəndə, oxumağı bilməyəndə, bununla yanaşı sizə bir ana kimi də qayğı göstərəndir müəllim. Heç vaxt onun əziyyətini itirməyin. Aha, mətnə yeni adlarda biz deməli, burada məsələn, padişah və müəllim idi mətnimizin adı. Başqa nə ad qoya bilərik? Məsələn, yaza bilərik padişahın hörməti, padişahın müəllimə hörməti və yaxud müəllimin hörməti. Belə bir adlar qoya bilərik. Nəyə görə? Çünki burada padişah müəlliminə hörmət eləyir. Ən çox vurğulanan əsas fikir odur.
Müəllimin hörməti, yəni necə gör hörmətli müəllimdir ki, belə də yaza bilərik. Müəllimin hörməti yox, ya da gəlin yazaq hörmətli müəllim. Hörmətli müəllim. Yəni burada müəllimə necə hörmət elədiyindən söhbət gedir. Ona görə də biz çalışmalıyıq ki, mətnin adını elə bir ad qoyaq ki, mətndən uyğunlaşsın. Tapşırıqdır. Tərkibində t hərfi olan sözlərin yazılışına diqqət yetirin. Aşağıda səhv yazılmış sözləri seçib düzgün yazın. Baxın, burada yazarkən diqqətli olmalıyıq. Tələffüz və yazılış formasına. Usta. Amma əslində yazılır usta. Biz tələffüzdə deyəndə usta deyirik. Üstəgəl düzdür. Padşah düzdür. İsti düzdür. Şaftalı səhvdir. Baxın, şaftalı biz deyirik, amma yazanda şaftalı yazırıq. Daha sonra xəstə düzdür, kəndli düzdür, göstərmək. Göstərmək yazılır. Göstərmək deyilir. Məstan düzdür, rəndə düzdür, iştirak. İştirak yox. Bax, iştirak. Olmur axı. İştirak. T yazılır, d deyilir. Daşdəmir düzdür, azadlıq düzdür. 4 dənə burada sözümüz səhv yazılmışdır. Məsələn, bir neçə sözü mən sizə yazım. Məsələn, ta. T olar. Amma tələffüzdə d deyirik. Həftə. Yazanda t ilə yazırıq. Amma deyəndə, dilimizdə deyəndə d ilə deyirik. Məsələn, azad. Axı burada d ilə yazılır. Nərd. Burada tələffüzdə d deyirik. Tələffüzdə t deyirik, yazanda d yazırıq. Yəni bunları bir-biri ilə qarışdırmayın. Keçirik növbəti. Şeiri oxuyun, suallara cavab verin. Ey hörmətli müəllim, hər könüldə yerim var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların gülü, çiçəyi solmaz. Dünyada sənin kimi barlı bağban tapılmaz. Bəxtiyar Vahabzadə. Bu şeirə qulaq asanlar, valideynlər də olacaq yəqin ki, bizim ən sevdiyimiz şeirlərdən biri olub. Hansı ki, 1-ci sinifdə müəllimimizə mənə elə gəlir ki, çox xanımlar, bəylər, hər biri bu şeiri müəlliminə oxuyub. Şeirin müəllifi kimdir? O müəllimi kimə bənzədir? Baxın, şeirin müəllifi, bir dəqiqə səhifə açılsın. Bircə dəqiqə. Şeirin müəllifi şeirin sonunda yazılır. Biz ona diqqət eləməliyik. Baxın, şeirin müəllifi Bəxtiyar Vahabzadədir. Və o müəllimi kimə bənzədir? O müəllimi bağbana bənzədir. Bağbana. Nəyə görə bağbana bənzədir? Çünki deyir ki, o qədər deyir ağac əkmisən, o qədər gül çiçək əkmisən. Hər kənddə var ondan, hər şəhərdə var. Çünki bağban necədir? Bağban bağa qulluq eləyən şəxsə deyilir. Bağda da meyvə ağacları əkilir, gül çiçək əkilir. Düzdür? O ağaclar da neynir? Böyüyür, başa çatır, meyvə gətirir, güllər böyüyür, qəşəng gül çiçək açır. Ona görə müəllimi bağbana bənzədir ki, müəllim də 1-ci sinifdən şagirdləri elm verir, öyrədir, təhsil verir. Onlar böyüyür, daha sonra gedir, daxil olurlar universitetə. Universitetdə kimi həkim olur, kimi polis olur, kimi mühəndis olur və neynir? Müəllimin çəkdiyi əziyyət hədər getmir, yəni boşa getmir. Burada deməli şeirin müəllifi Bəxtiyar Vahabzadə, bənzətdiyi şəxs də bağbandır. Sual B, tapşırıq B. 1-ci bənddə fərqləndirilmiş sözü şeirin məzmununa uyğun hansı sözlə əvəz edə bilərik? Baxın, sənin meyvələrin var. Budur. Bunu deyir, şeirin məzmununa uyğun hansı sözlə əvəz edə bilərik? Bağbanın meyvələri var.
Bəs müəllimin nələri var? Müəllimin müəllimləri, xeyr. Müəllimin dostları, xeyr. Müəllimin şagirdləri olur. Düzgün cavab B variantı. Şeirin ikinci bəndində ahəng qanuna tabe olmayan sözü müəyyən edin. İkinci bənddə əkdiyin ağacların gülü, çiçəyi solmaz. Dünyada sənin kimi barlı bağban tapılmaz. Dünyada. Çünki burada ü incə, a qalındır. Gəlin buradan yazaq. Ü incə, a qalın. Qarışıq olanda ahəng qanunu tabe olmur. Aşağıdakı açıqcanı oxuyun, suallara cavab verin. Mənim əziz və qayğıkeş müəllimim, bayramınız mübarək olsun. Şagirdiniz Jalə, 5 oktyabr 2021-ci il. Baxın, burada təbrik edilən şəxsə müraciət. Burada kimi təbrik eləyirik? Məsələn, anadımı, atadımı, qardaşdımı, müəllimdimi, dostumı, onu yazırıq birinci hissədə. Daha sonra ikinci hissədə təbriklərimizi, arzularımızı yazırıq. Burada bizim arzumuz, təbriğimiz nədir? Bayramını təbrik eləyirik müəllimənin. Daha sonra üçüncü hissədə imzanı atırıq. Yəni kim yazıb bunu? Məsələn, Aytaç mı yazıb, Xəyal mı yazıb, bir başqası mı yazıb və s. Tarix sonuncu hissədə də tarixi, yəni bunu nə vaxt yazırıq, onu bildiririk. Açıqcanı kim hazırlayıb? Açıqcanı Jalə hazırlayıb. Açıqca nə məqsədlə yazılıb? Müəllimini təbrik edir. Müəllimini təbrik edir. Açıqca nə vaxt hazırlanıb? Açıqca deməli 5 oktyabr 2021-ci ildə. Keçirik tapşırıq. Aşağıda verilmiş hansı cümlələrdən açıqca yazarkən istifadə etmək olar? Gəlin baxaq. Bayramınız mübarək olsun. Bundan istifadə edə bilərik. Niyə? Çünki demişdik ki, təbrik və arzularımızı qeyd edirik orada. Daha sonra baxırıq nəyə? İkinci cümləmiz. Sizə təşəkkürümü bildirirəm. Burada biz təşəkkür qeyd eləmirdik. Sonra ad gününüzü təbrik edirəm. Bəli, çünki niyə? Arzu və təbriklərimizi qeyd eləyirdik. Sonra uzun ömür, can sağlığı arzu edirəm. Bəli, arzumuzdur bu da. Axşamınız xeyir olsun. Bu olmaz. Bu olmaz. Bu da olmaz. Daha sonra sizdən üzr istəyirəm. Açıqcada niyə üzr istəyir? Bu məktub deyil ki. Daha sonra sizə uğurlar arzulayıram. Bəli, yenə arzularımızı bildiririk. Deməli, bayramınız mübarək olsun, ad gününüzü təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm və sizə uğurlar arzulayıram. Bunları istifadə edə bilərik. 5 oktyabr müəllimlər günü münasibəti ilə müəlliminizə açıqca yazaraq onu təbrik edin. Burada hər kəs rəhli deməli kağızlarından, qayçıdan istifadə edərək açıqca hazırlaya bilər. Açıqcanı yazarkən, baxın, buradakı nümunəyə baxaraq istifadə edə bilərsiniz. Fərqli gül dizaynları da verə bilərsiniz. Məsələn, mənim üçün dəyərli olan müəllimim. Mən sizə sadəcə olaraq yazını verəcəm. Bayramınız mübarək olsun. Hər kəs artıq öz adını yazır. Şagirdiniz Aytaç. Məsələn, 4 oktyabr 2025. Belə bu formada, biraz mən qaldırım bütün formada görəsiniz. Bu formada belə yazıb hazırlaya bilərsiniz. Belə əziz
Kanal izləyiciləri, bu günlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.